Zərifə Əliyeva, nitq mədəniyyəti və natiqlik sənəti üzrə təlimçi. Dünya görmüş insanların söylədikləri və illərin sınağından çıxmış bir çox müdrik kəlamlar, danış görüm kimsən, hər kəs öz dilinin altında gizlənir və sair bu qəbildən olan sözlər bütün vaxtlarda, bütün dövrlərdə olduğu kimi müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxlayır. Şəxsi eləcə də işgüzar həyatımızda kommunikasiya qurmaq bacarığı hər adama nəsib olmur. Amma bilin ki, bu işin 85%-ni təşkil edir. Bəzi insanlar elə düşünürlər ki, xarizmatik insanlar xüsusilə digərlərindən fərqlənir. Əslində isə onlar mütəmadi olaraq mütaliə etsələr və nitq məşqləri aparsalar, özləri də buna nail ola bilərlər. Səhnədə insanlar qarşısında, kamera önündə çıxış etmək əslində o qədər də asan iş deyil. Siyasi liderlərin, məşhur şoumenlərin, uğurlu biznesmenlərin çıxışları hər dəfə diqqəti cəlb edir. Bəs onlar hansı metodlardan istifadə edir? Əgər siz də bu metodları öyrənmək istəyirsinizsə, Stimul Tədris Mərkəzinin nəzdində fəaliyyət göstərən nitq mədəniyyəti və natiqlik kursları daim sizin xidmətinizdədir. Bu kurslarda siz kommunikasiya qurmaq bacarıqlarının nədən ibarət olduğunu öyrənəcəksiniz. Yəni, ictimai qarşısında səlis, təsirli, ifadəli çıxış etməyin yollarını, jest və mimikalardan doğru düzgün istifadə etməyi, səsin gücünü, tonunu tənzimləməyi, ümumiyyətlə bəlağətli çıxışın incəliklərini, əsas da çıxış zamanı stressdən qurtulmağın yollarını öyrənəcəksiniz. Odur ki, bizimlə birgə yüksəliş yollarında addımlayın və istədiyinizə bu yolda nail olacaqsınız.